Salam, hər vaxtınız xeyir əziz izləyicilər, əziz şagirdlər. Hal-hazırda RFM finalları üçün nəzərdə tutulmuş onurlu riyaziyyat rufo kitabımızdan bəzi sualların izahlarını görmüş olacaqsınız. Məsələn, həmin suallardan biri 77-ci sual. Deməli, A bərabərdir 1 üstəgəl 5 üstəgəl 5-in kvadratı. Vuraq 1 üstəgəl 5-in kubu üstəgəl 5 üstə 6. Vuraq 1 üstəgəl 5 üstə 9 üstəgəl 5 üstə 18. Vuraq 1 üstəgəl 5 üstə 27 üstəgəl 5 üstə 54. Olarsa, A-nın qiymətini istəyir bizdən. Yəni, dolayı yolla biz bunu nə etməliyik? Hesablamalıyıq. İndi burada nəyə baxmalıyıq? Məsələn, birinci mötərizədə 1 üstəgəl 5 üstəgəl 5-in kvadratı. Mən buna, yəni hasil formasında tutaq ki, 1 üstəgəl 5 üstəgəl 5-in kvadratı bu mötərizəyə 1 çıxaq 5 ifadəsini vursam, onda bu nə olacaq? Bu bərabər olacaq nə? 1 çıxaq 5-in kubu. Yəni, olacaq 1 çıxaq 5-in kubu. İkincisi həmsinin. Tutaq ki, 1 üstəgəl 5-in kubu üstəgəl 5 üstə 6. Vursam nə olacaq? Nəyə vursam? İlk öncə ona baxaq. Deməli, 1 çıxaq 5-in kubuna vuraq ki, bizə nə versin? Bizə versin 1 çıxaq, deməli, 5 üstə 9. Onu da digərlərini də eyni qaydada sadələşdirə bilərik və amma burada düzgün bərabərlik üçün biz məxrəcə də, sürətə də, yəni kəsrin, məsələn, mötərizənin yanlarına da bir də kəsr şəklində yazıb məxrəcə də eyni ifadəyə vura bilərik. Necə? Məsələn, 1 üstəgəl 5 üstəgəl 5-in kvadratı. Bunu vuracam nəyə? 1 çıxaq dedik ki, 5-ə. Onda düzgün bərabərlik üçün, yəni bunun qiyməti düzgün olması, düzgün ifadə olması üçün 1 çıxaq 5-ə vurmalıyam. Sürəti də məxrəcdə. Ki, burada da yenə də məsələn 1 çıxaq 5-lər ixtisar gedə bilər. Yenə də bizə nə qalır? 1 üstəgəl 5 üstəgəl 5-in kvadratı. Təbii ki, biz bunu ixtisar aparmayacaq. Yuxarıdakını bayaq göstərdiyimiz kimi nə yazacaq? 1 çıxaq 5-in kubu aşağıda 1 çıxaq 5. Onda eyni qayda ilə bunun ikincisini yazsam əgər, İkincisini yazsam nə olacaq? Deməli, 1 üstəgəl 5-in kubu üstəgəl 5 üstə 6. Bunu vuracam dedik nəyə? 1 çıxaq 5-in kubuna. Aşağıda da yenə 1 çıxaq 5-in kubu. Və bu nə olacaq? Bu olacaq 1 çıxaq, deməli, 5 üstə 9. Aşağıda 1 çıxaq 5-in kubu. Yəni, mən bunun üçüncüsündə, dördüncüsündə tətbiq eləsəm, yəni hər bir üçün tətbiq eləsəm, onda maraqlı bir ifadə alınacaq. Maraqlı bir ifadə alınacaq və hasil formasında nə yazacağım? Yazacağım ki, deməli, yuxarı eləmişdi 1 çıxaq 5-in kubu. Aşağı olacaq 1 çıxaq 5. Vuraq. Yuxarı olacaq 1 çıxaq 5 üstə 9. Aşağı olacaq, deməli, 1 çıxaq 5-in kubuydu. Vuraq. Bu ifadəni mən nəyə vurmalıyam? 1 çıxaq 5 üstə 9-a vurum ki, 1 çıxaq 5 üstə 27-nin açılışı olsun. O da onda olacaq yuxarıda 1 çıxaq 5 üstə 27. Aşağıda olacaq 1 çıxaq 5 üstə 9. Bir də bunu ifadə eləsəm, nə formada? Deməli, 54, 27-yə vurum. Olsun burada 1 çıxaq, deməli 5 üstü 81. Aşağıda olacaq 1 çıxaq, deməli 5 üstü 27. Biz buradan nə görürük? Biz buradan artıq ixtisarları görürük. Yəni 1 çıxaq 5-in kubu bu şəkildə. Sonra 1 çıxaq 5 üstü 9-a gedəcək bu şəkildə. Sonra 1 çıxaq 5 üstü 24, 27 daha doğrusu 1 çıxaq məxrəcdəki 1 çıxaq 5 üstü 27-dən ixtisar gedəcək. Və bizə nə qalacaq? Bizə qalan son ifadə 1 çıxaq 5 üstü 81 bölək, deməli 1 çıxaq 5. Ki, bu da bərabərdir. Bu da bərabərdir. Yuxarı olduğu kimi qalır. Bir də bunun yerini də dəyişə bilərik. Yəni, burada təbii ki, aşağıda mənfidir. Yuxarıdakı ifadə də mənfidir. Biz bunun yerini dəyişib bu şəkildə yaza bilərik. 5 üstü 81 çıxaq 1 bölək 4. Başqa sözlə, deməli 4-də 1 vuraq. Yəni, D variantı. 4-də 1 vuraq, 5 üstü 81 çıxaq 1 olacaq. Düzgün cavab D variantı.